Her şeyin öz vakti var. Sema altında her işin öz vakti var. Doğulmağın öz vakti, ölməyin öz vakti, əkməyin öz vakti, əkiləni çıxartmağın öz vakti, öldürməyin öz vakti, şəfa verməyin öz vakti, sökməyin öz vakti, tikməyin öz vakti, ağlamağın öz vakti, gülməyin öz vakti, fəğan etməyin öz vakti, rəqs etməyin öz vakti, daş atmağın öz vakti, daşı bir yere yığmağın öz vakti, qucaqlamağın öz vakti, qucaqlamamağın öz vakti, axtarmağın öz vakti, itki ilə barışmağın öz vakti, saxlamağın öz vakti, atmağın öz vakti, Gürməğin öz vakti, tikməyin öz vakti, susmağın öz vakti, danışmalımın vakti, sevməyin öz vakti, nifrət etməyin öz vakti, müharibənin öz vakti, sülhü öz vakti var. Çəkdiyi zəhmətdən insana nə fayda? Allah'ın bəşər övladlarına verdiği məşğuliyyəti gördüm. O her şey vaxtında ve güzel etti, insanların ürəyinə əbədiyyət koydu. Hərçənd onlar heç vaxt Allah'ın işini əvvəldən axıra kimi dərk etməyəcəklər. Başa düşdüm ki, onlar üçün ən yaxşı şey ömür boyu sevinmək və yaxşı iş görməkdir. Həm də hər kəs yeyib içməli və zəhmətindən həzz almalıdır. Bu Allah'ın bəxşişidir. Gördüm ki Allah'ın ettiği her şey ebediliktir. Ona ne bir şey artırmak olar, ne de eskiltmeyi. Allah özü bunu belə edip ki insanlar ondan qorxsun. İndi ne olursa, artık olup ne olacaksa, indiye de olup, ama Allah axtarılanı axtarır. Güneş altında bunu da gördüm. Ədaletin yerində şər, salihliyin yerində pislik durur. Ona görə ürəyimdə dedim, Allah salihləri də pisləri də mühakimə edəcək. Çünki hər iş və hər hərəkət üçün bir vaxt var. Mən həm də ürəyimdə dedim ki, Allah bəşər övladlarını sınayacaq və onlara göstərəcək ki, heyvandan fərqli deyirlər. Çünkü insanın da ahırı var, heyvanın da her ikisinin sonu eynidir. Nece ki bu ölür, ele de o biri ölür. İkisi de eyni ruha maliydi beləliklə. İnsan heyvandan əsla üstün değil. Çünkü her şey puçtur. Hamı bir yere gedir. Hamısı torpaqdan yaranıp torpağa da qayıdır. İnsanın ruhu yuxarı mı qalxır? Heyvanın ruhu aşağı mı yere mi inir? Bunu kim diye biler? Gördüm ki insan üçün əməyindən zövq almaqdan yaxşı heç nə yoxdur. Çünkü bu onun mükafatıdır. Axı ondan sonra ne olacağını kim ona göstərə bilər?